Detoks suları həqiqətən bədəni təmizləyirmi, yoxsa bu bir marketinq hiləsidir? Məndən soruşsaz, detoks çox sistemli bir prosesdir. Orqanizmin detoks mexanizmləri davamlı olaraq işləyir ki, biz sağlam şəkildə fəaliyyətimizi davam edirik. Amma sözsüz detoksa kömək məqsədi ilə müəyyən qidalar, müəyyən prosedurları tətbiq etmək olur. Vacib məqam bir stəkanla, bir maye qəbulu ilə, yəni fərqli reseptli qəbullar əsasında detoksu əldə etmək mümkün deyil. Burada davamlılıq vacibdir. Əsaslandırılmış və davamlı edəcəyiniz təqdirdə, bəli, dəstəkləyici olaraq müəyyən bitki mənşəli komponentlər, müəyyən bitki mənşəli çaylar həqiqətən detoksu sürətləndirə bilər. Amma çox vacib məsələ, burada bir marketinq hiləsi də var, sözsüz. Burada nəyə diqqətli olmalısınız? Davamlılıq. Yəni bir günlə, bir dəfə qəbulla və ya 2-3 qəbulla detoksu əldə etmək mümkün deyil və sonda bir tövsiyəm də olacaq. Davamlı detoks istəyirsinizsə, yuxunuza fikir verməlisiniz, qidanızın tərkibindəki lif komponentinə və bol-bol su içməlisiniz. Bu zaman orqanizmin davamlı detoksu özü-özündən də baş verir.